Bax, belə deyim, bəs bu dediklərimizə belə deyim də, qışda, yayda istirahət. Belə eləsi var ki, məsələn, onun üçün fərqi yoxdur. İstənilən vaxt gedə bilərsən, rahat olar sənin üçün istirahətə getmək. Valla yenə də deyirəm, baxır gedən insan istirahətdə nə istəyir. Belə deyək, məsələn, Avropaya gedənlər əsasən onun fərqi yoxdur. Yayda getdin, qışda getdin, yəni şəhər istirahətidir, gəzmək istəyirsən, görmək istəyirsən, tarixi abidələri görmək istəyirsən, maraqlı mühitə düşmək istəyirsən, yəni onun üçün fərqi yoxdur. Mövsüm olaraq istirahət, belə deyək, termini əsasən dəniz qırağı istirahətə uyğun gəlir. Yəni dəniz qırağında, yəni burada dənizə girmək olar, ya olmaz, mövsümə uyğun, yəni ilin vaxtlarına uyğun dəyişir. Məsəl üçün, Çində, belə deyim də, vizanı yığışdırdılar da, faktiki olaraq. Belə o tərəfə artım varmı indi hal-hazırda istirahətlər? İnsanlara maraqlıdır. Bəli. Yəni iyulun 16-sından vizanı dayandırdılar. Yəni Çin kifayət qədər böyükdür belə baxanda, amma həm böyükdür, həm tarixi var, tamam, yəni belə kəşf olunmamış bir mədəniyyəti var da, belə deyək. Çünki indiyə qədər viza xərcləri çox idi, prosedur çox idi. Yəni insanlar ona görə tam olaraq dedim gedə bilmirdilər. Ona görə yəni İndoneziya vizasız rejimə keçməyi daha çox üstünlük verir ki, insanlar rahat şəkildə seçə bilirlər, gedə bilirlər. Amma mən sizə deyim ki, bax, məsəl üçün, Avropa istiqamətində mən bilən getmək istəyənlər çox olar, çox adam istəyər getmək, amma viza məsələsi o qədər bu qəliz proseslərdən keçir ki, mən yəni özüm keçmişəm o prosesi, o qədər sənət istəyirlər ki, insandan. Adam deyir, yox, mən oraya getmək istəmirəm, fikrini dəyişsən də artıq. Yəni, belə deyim, necə fikirləşsiniz? Bax, yəni, Avropa istiqamətində, Avropada nəsə belə bir Çindəki kimi vəziyyət yaransa, vizanı yüngülləşdirsələr və yaxud da tam ləğv eləsələr, bizdən Azərbaycandan axılı olarmı ora? Əslində o biraz siyasi motivdir, amma yəni belə deyək də, onsuz da dövlətimizin uğurlu siyasətindən görürük ki, il-ildən vizasız ölkələrin sayı artmaqda davam edir. Yəni bu olsa əlbəttə ki, daha çox axın olar, insanlar daha çox maraqlı olar. Viza prosesinin çətinliyi ilə bağlı əslində belə deyək, bizə Allah Taala da buyurub, hər çətinliyin sonrası bir rahatçılıq var. Yəni belə deyək, o çətindir, amma yəni oranı gedib görməyə dəyər. Əslində dəyər, bəli, tamam fərqli bir şey. Çətin proses deyəndə, yəni agent, insan, belə deyim, daim səyahət edən adam fərqlidir. Amma səyahət eləməyən adam üçün o sənədlərin yığılmasıdır, sənədlərin sıralanmasıdır falan. Bu biraz çətin proses kimi gəlir. Amma yəni bununla bağlı agentliklərə müraciət eləmək olar, viza dəstəyindən yararlanmaq olar. Viza dəstəyində professionallar sizin üçün hər şeyi incə detayına qədər tam şəkildə siz onu, belə deyim, viza dəstəyini verirsiniz, yəni kömək edirsiniz ona. Bəli.